Heydər Əliyev mərkəzində Perulu rəssam Sol Alexonun And və Qafqaz dağları arasında Təxəyyül Dünyası adlı sərgisinin açılışı oldu. İlk dəfə Bakıda nümayiş olunan əsərlərin bir qismi Azərbaycan mövzusuna həsr edilib. Müəllif qəhrəmanlarını Bakının və Şamaxının tarixi abidələri, görkəmli məkanlarında təsvir edir. Sərgidəki əsərlərin əsas qəhrəmanları isə And yaylasının rəmzinə çevrilmiş alpakalardır. Bugünədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısı olan rəssamın əsərlərindəki alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi və emosional məna daşıyır. Onun sözlərinə görə Azərbaycanın onda yaratdığı təəssürat əsərlərinə də təsir edib. Bakıdakı səyahətimdə məndə başqa emosiyalar və duyğular yarandı. Azərbaycan haqda daha yeni ideyalar gəlməyə başladı və fikirləşdim ki, bu ideyalarımı yeni əsərlər, hətta sərgilərlə ərsəyə gətirə bilərəm. Çıxışlardan sonra sərgi ziyarətçilərə açıq elan edildi. And dağları ilə Qafqaz arasında qurulan bu rəngli körpü sənətsevərlərin böyük marağına səbəb oldu.